Başlayaq. Başlayaq. Tək səyahət yoxsa dostlarla səyahət? Dostlarla səyahət. Planlı səyahət yoxsa spontan səyahət? Mən planlı səyahət tərəfdarıyam. Planlı səyahət. Otel yoxsa Airbnb? Məncə Airbnb. Lüks otel yoxsa hostel? Könül istərdi ki, əlbəttə ki, həmişə lüks otel, amma bəzən hostel belə kifayət edir. Dağlar yoxsa dəniz? Dəniz. Yay səyahəti yoxsa qış səyahəti? 100% yay səyahəti. Qışdan zəhləm gedir. Bunu vloqlarıma baxsaz görəcəksiniz. Düz 3 dənə vloqum var, amma olsun. Maşınla səyahət yoxsa təyyarə ilə səyahət? Vaxta qənaət baxımından təyyarə ilə səyahət, amma maşınla səyahət eləyəndə daha çox şey görürsüz. Kəşf eləmək daha gözəl olur. Ölkədə uzun qalmaq yoxsa çox ölkə gəzmək? 2 həftəlik, 1 həftəlik planıma mən hamısını görmək üçün 3 ölkə, 4 ölkə salmışam. Amma bu daha da insanı tələsdirir. Ona görə indi eləyəcəyim şey bir ölkədə daha uzun qalmaqdır. Bel çantası ilə səyahət yoxsa böyük çamadan? Səyahətdə günəş kombin eləyən biri olaraq, yəqin ki, bu aydın məsələdir ki, böyük çamadan. Təbiətdə kamp yoxsa oteldə qalmaq? Heç vaxt təbiətdə kamp eləməmişəm, heç vaxt. Çox istəyirəm bunu eləmək, amma hələ ki, rahatlıq baxımından məncə oteldə qalmaq. Populyar turistik yerlər yoxsa gizli qalmaq? Məncə birinci populyar turistik yerləri görüm, gəzim şeyim, sonra da o birisləri gəzərəm, kəşf eləyərəm. Anında çatıb dincəlmək yoxsa gün boyu gəzmək? Məncə səyahət eləyənlərin əksəriyyəti bunu başa düşəcək, çünki biz səyahət müddətində 1 saniyə, 1 dəqiqə belə itirmək istəmirik. Ona görə elə çamadanımızı otelə qoyduğumuz an çıxıb gəzməyə başlamağımız belə arasında heç fasilə olmur. Yeni insanlarla tanış olmaq yoxsa özünlə səyahət? Yeni insanlarla tanış olmaq, özümlə səyahət. Çox sıxıcı olar deyəcəkdim, yox mən sıxıcı insan deyiləm. Özümlə səyahət də gözəldir, amma insanlarla vaxt keçirməyi daha çox sevirəm. Google Maps yoxsa itmək və kəşf etmək? Tətildə heç itmək istəmərəm. Ona görə məncə Google Maps-dən rahat hər yeri tapmaq. Foto çəkmək yoxsa sadəcə anı yaşamaq? Sadəcə anı yaşamaq. Əlbəttə ki, foto çəkmək. Suallarımız bitdi. Təşəkkür edirəm. Görüşərik. Kanalımıza abunə olub, like eləyib, komment yazmaq